Samir, salam. Salam Əkrəm abi. İstəyirəm ki, indi dəniz qırağına gəlmişik, öz fikirlərini deyəsən. Öz fikirlərim budur ki, Əkbər müəllim, yəni mən bugün ki mənim 42 yaşım var. Mən hələ bu proqramı keçmişəm 6 ay, dünən də elə bir ki 4 ayda, 10 ayım olub. Bu 4 ayda mən bu həyatda yəni bu həyatın ləzzətini ayıq başına, içkisiz, narkotiksiz hiss eləməyə başlamışam. O da ki, bu proqramın şotuna, sizin Allah canınızı sağ eləsin. Birinci növbədə Allahıma, sizlərə, valideynlərimə minnətdaram ki, yəni mən bugünkü gündə başlamışam da nəsə içkisiz, narkotiksiz, həyatdan ləzzət almağa, dəniz qırağında oturmağa, necə deyim sizə, dostlarımla, ayıq dostlarımla çay içməyə, çörək yeməyə. Yəni bugünkü gündə mən çox yəni doğrudan deyirlər ayıq həyatda ən gözəl kayf ayıq olmaq kayfıdır. Mən ona inanmırdım, amma bugünkü gündə mən onu dərk eləyirəm. Doğrudan da elədir. Minnətdarlıq var bu 12 addıma. Allah sizin canınızı sağ eləsin Əkbər müəllim. Yəni çox minnətdarlığım var da sizə. Siz məni həyata qaytardınız. Doğrudan da mən indi 42 yaşım da olsa bugündən sonra yəni mən həyatda hər şeyin ləzzətini inşallah trezvi yaşayaram. Yəni trezvi yaşamağın gözəlliyi başqadır. Minnətdarlıq var sizə. Minnətdarlıq var 12 addıma. Çox sağ ol Samir. Mən dostlar, içki, narkotik, yəni bunlar uyuşturucu maddələrdir də, belə deyək də. O insanın hisslərini dondurur. İnsanın hisslərini dondurduğuna görə insan nəinki həyatın, yeməyin belə həzzin tuta bilmir. Ona görə bəli, trezvi yaşamaq ən gözəldir, ayıq, sağlam. Həyatın Allahın verdiyi bugünkü günə nemətləri özü elə bir, belə deyək də, narkomanların dilinə desək kayfdır.